Bakı Dövlət Universitetinin Qazax filialında tarix üzrə ali təhsil alan tələbələr Keşikçi dağda aparılan arxeoloji qazıntıda iştirak edirlər. Burada tarixə əlləri ilə toxunur, üstünü örtən toz torpağı təmizləyir və tarixi burada üzə çıxarılan maddi mədəniyyət nümunələrinə əsaslanaraq öyrənirlər. Keşikçi Dağ Kurqanlar Vadisində açılmış kurqanların birinə düşdüm və orada araşdırmalar apardım, baxdım, sümükləri şotkalar vasitəsilə təmizlədim və tariximizin səhifəsində özümün bir izimi qoyduğumu düşünürəm. Tələbələrin arxeoloji qazıntı ərazisini ekskursiyaların təşkilində əsas məqsəd onların öz ixtisasları üzrə elmi biliklərini zənginləşdirmək və milli irsi olan maraqlarını artırmaqdır. Tələbələr qazıntı aparılan kurqanlarla yaxından tanış oldular, arxeoloqlarla fikir mübadiləsi apardılar. Eyni zamanda qazıntı sahəsində işləyərək nəzəriyyədə öyrəndikləri bilikləri burada daha da zənginləşdirdilər. Biz gördük ki, burada son Tunç erkən dəmir dövrünə aid arxeoloji abidələr tapılıb. Arxeoloqlarımız çox diqqətli, həssas şəkildə o tapıntılar üzərində işləyirlər və onları gün üzərindən çıxardıb bütün dünyaya təqdim edəcəklər. Və bu bir daha bizim bölgənin tarixiliyinin, qədimliyinin göstəricisidir. Yovşanlı təpə kurqanları ölkə əhəmiyyətli arxeoloji abidədir. 1990-cı ildə aşkar olunub və elmi təhqiqata cəlb edilib. Yovşanlı təpə kurqanlarında 7 saylı kurqanda aşkar edilmiş Orta Tunç dövrü mədəniyyətinə aid edilən çoxlu sayda zəngin maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Bu nümunələr sırasında tuncdan hazırlanan nizə ucluğu və bəzək əşyası, eləcə də əhəng daşından möhür və saxsı küplər də var. Qəbir kamerasında zəngin artefaktlar aşkar edilmişdir və ilk dəfə olaraq biz bu kurqanların qazıntısı zamanı burada Orta Tunc dövrü üçün xarakterik olan inkrustasiyalı gil qablar müşahidə etmişik və bunlar da məhz bu kurqanın dövrü haqqında bizə konkret elmi nəticələr deməyə əsas verir. Biz adətən bu artefaktların qrafik təsvirlərin işlənməsində demək olar ki, əsasən masştablarını düzgün götürməliyik, ölçülərini, sonra da onların qrafik təsvirə tuşdan və müxtəlif texniki vasitələr var ki, onlarda istifadə edilməklə bunu alırıq. Mədəni irsin qorunması və bərpası üzrə Dövlət Xidməti və Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkil etdikləri yay məktəbi iyunun 30-una dək davam edəcək. Alməmməd Nəbiyev, Elmar Qasımov, Natiq Çıraqzadə, ASTV Xəbər.